Salam hörmətli izləyicilər, abituriyentlər. Yenə də 7 iyul 2024-cü ildə ikinci cəhd imtahanda, blok imtahanda sualların izahını davam edirik. Artıq 11-ci sualla 15-ci suala kimi dünən paylaşmışdıq Telegram kanalında. İndi həmin sualların izahına baxaq. 11-ci sual. Bütün cümlə üzvlərinin köməyi ilə yaranan cümləni göstərin. Deməli, bizdən elə bir cümlə istəyir ki, bütün cümlə üzvləri orada iştirak etsin. A bəndinə baxaq. İclasda səsləndirilən təkliflər sex rəisini xeyli təəccübləndirdi. Nə etdi? Təəccübləndirdi. Xəbər. Kim təəccübləndirdi? Nə təəccübləndirdi daha doğrusu? Təkliflər. Hansı təkliflər? İclasda səsləndirilən təyin. Kimi təəccübləndirdi? Sex rəisini tamamlıq. Nə qədər təəccübləndirdi? Xeyli, bu da zəflik. Mənə burada nə iştirak etdi? Baxaq. Təyin, mübtəda, tamamlıq, zəflik, xəbər. Yəni, hər biri iştirak edib A bəndi. Cavabımız A bəndidir. Digər bəndlərdə baxaq. Tural ovçunun tələsindəki yaralı ceyran buraxdı. Nə etdi? Buraxdı. Kim? Tural. Nəyi buraxdı? Ceyranı, tamamlıq. Hansı ceyranı? Ovçunun tələsindəki necə yaralı? Deməli, burada zəflik yoxdur. C bəndi. Qəzənfər dayı işi başa çatdırmaq üçün səylə çalışırdı. Nə edirdi? Çalışırdı. Kim? Qəzənfər dayı necə çalışırdı? Səylə. Burada olacaqdı zəflik. Nə məqsədlə çalışırdı? İşi başa çatdırmaq, yenə zəflik. Burada təyin, tamamlıq yoxdur. Rənanın cavabı şöbə müdirini qətiyyən narahat etmirdi. Nə etmirdi? Nə edirdi? Narahat etmirdi. Nə Rənanın cavabı? Kimi? Şöbə müdirini. Necə? Qətiyyən. Burada da yenə nə yoxdur? Təyin yoxdur. Y bəndi. Yolu kəsən daş kəsəkləri yük maşınına yığıb kəndin kənarındakı dərəyə aparırdılar. Nə edirdilər? Aparırdılar. Kim? Mübtədası yoxdur. Nəyi aparırdılar? Yol kəsən daş kəsəkləri. Daş kəsəkləri aparırdılar. Tamamlıq. Hansı daş kəsəkləri? Yolu kəsən, təyin. Necə aparırdılar? Yük maşınına yığıb. Necə, nə tərzdə bu oldu? Zəflik. Haraya apardılar? Dərəyə. Yenə də yer zəfliyi. Hansı dərəyə? Kəndin kənarındakı. Burada da təkcə nə yoxdur? Burada da mübtəda yoxdur. Ona görə cavabımız hansı oldu? A bəndi. Keçək digər suala. Digər suala keçək. Yəni 12-ci sual. 12-ci sualda deyilir. Yenə də belə baxanda çətin görünür, amma çətin deyil. Aid olduqları cümlə üzvlərinə görə əlavələrin düzgün ardıcıllığını müəyyən edin. Ümumiyyətlə, əlavəyə aid suallar hər zaman bütün imtahanlara düşür. Biraz diqqətli olsaq, əlavəni tapmaq çətin deyil. Ağakərim dayının həyəti, kəndin ən baxımlı bağı, meyvə ağacları ilə tanınırdı. Nə? Ağakərim dayının həyəti, bir də bağı. Bu nə oldu? Mübtəda. Birincisi oldu mübtəda. İkincisi, Püstə nənənin toyuqları həyətdə nəm torpağın üstündə dən axtarırdılar. Harada nəm torpağın üstündə, harada həyətdə. Nə oldu bu? Yer zəfliyi. Qeyd edək bura. İkincisi oldu yer zəfliyi. 3. Alpinistlər dağın zirvəsinə doğru qalxdıqca, yerdən uzaqlaşdıqca soyuğun nə zaman soyuğun kəskinləşdiyini daha çox hiss edirdilər. Nə zaman? Bu da oldu zaman zərfi. Sonra 4-cüsü, axşamüstü Atlas qarı həyətdəki bağın girəcəyindəki tut ağacının kölgəsində pallas sərdi, süfrə saldı. Hansı tut ağacının? Həyətdəki bağın girəcəyindəki. Bu da nə oldu? Təyin. Axırıncısı, Əkrəm kişi arvadının yadigarını, nişan üzüyünü ehtiyatla mücrüyə qoydu. Nəyi? Bu da oldu tamamlıq. Təyin, tamamlıq. İndi sıranı düzəltsək, olacaqdır 1 mübtədadır. Mübtəda neçəncisidir? Bu sıraya baxırıq. 2. İkinci yerdə nə yazdıq? Biz yer zəfliyi. Yer zəfliyi 1-dir.
Üçüncüyə yazdıq zaman zərfliyi. Zaman zərfliyi 5-dir. Dördüncü yerə yazdıq təyin 3 və axırıncı yerə yazdıq tamamlıq 4. 2, 1, 5, 3, 4 o da oldu C bəndi. Çətin bir sual deyildi. Digər suala keçək. Hansı bənddəki amonimlərin hər biri termin kimi də işlənə bilir? Biz bura baxsaq, məsələn, dar sözü A bəndində bir var dar yer, bir də var dar ağacı. Yəni bu termin olmur. Sonra C bəndinə baxsaq, bağ sözü. Bağ ola bilər ayaqqabının bağı, bir də bağ, bağça, bu da olmur. Sonra D bəndinə baxsaq, inci, daşqaş mənasında, bir də incimək, feil. Bu da amonim, daha doğrusu termin olmadı. Amonimdir, termin olmadı. Sonra deyək ki, məsələn, bel olsun, burada bel, tər, bel sözü, adamın beli, bir də yer beləyən bel və yaxud tər, təzə, bir də insan təri dedikdə heç bunlar da termin olmur. İndi baxaq B bəndinə. Təsnif sözü termin olur, efir sözü termin olur. Qaz və hava sözlərdə kimyada, coğrafiyada termin olur. Ona görə də cavabımız oldu B bəndi. Keçək digər suala. 14-cü sual. Ədatlarla amonimliyi olan bağlayıcıların işləndiyi cümlələri müəyyən edin. Burada da yenə çətin deyil, sadəcə diqqət lazım. Ümumiyyətlə, diqqət bizə çox lazımdır imtahanlarda. Biz diqqətli olmalıyıq və sualı lazımdırsa 3-4 dəfə oxumalıyıq, əgər başa düşmədiksə. Ədatlarla amonimliyi olan bağlayıcılar. Deməli, bizə nə lazımdır uşaqlar? Bizə lazımdır bağlayıcı. Və necə bağlayıcı lazımdır bizə? Baxın, ədatlarla amonim olan bağlayıcı işləndiyi. Baxın. Və bu bağlayıcı necə bağlayıcı olmalıdır? Amonim olmalıdır. Və nə ilə amonim olmalıdır? Ədatla. Deməli, biz axtarırıq bağlayıcı. Hansı bağlayıcı? Ədatla amonim olan bağlayıcı axtarırıq. Durğu işarələri də buraxılıb. Çünki bəzi bağlayıcılardan əvvəl, sonra vergül qoyulduğu üçün daha işimizi çətinləşdirmək üçün durğu işarələrini buraxıblar. 1. Kərim etiraz etmək istədi, ancaq Hüseyn ağa əl çəkmədi. Burada ancaq sözü nədir? Bağlayıcı. Bundan əvvəl vergül olmalıydı. Bu, Kərim etiraz etmək istədi, lakin, amma sözləri uyğun gəlir, ziddiyyət var, qarşılaşdırma bağlayıcıdır. Bu, bağlayıcıdır. Bəs bağlayıcı olduğunu tapdıq. Bəs ədat olurmu? Bəli, məhdudlaşdırıcı ədat olur. Məsələn, bu gün dəstə ancaq sona yox idi. Deməli, biri götürürük. Bu 1. 2. Mən ki damdan bacadan baxmaz idim. Bu artıq çaşdırıcı. Burada ki var. Vergül onsuz da heç birisinə qoyulmayıb. Amma ki o zaman bağlayıcı olurdu ki, iki cümləni birləşdirirdi, tabir mürəkkəb cümlə yaradırdı. Amma burada sadəcə təsir gücünü artırıb. Mən ki. Bu nədir? Ədatdır. Amma bizə ədat lazım deyildi. 3. Sənə yaraşmaz ki, onun, bunun sözünü danışasan. Baxın, burada ki, ədat yox, bağlayıcıdır. Tabir mürəkkəb cümlə yaradıb. Sənə yaraşmaz ki, baxın, burada vergül olmalıydı. Burada ki nədir? Bağlayıcıdır və necə bağlayıcıdır? Amonimliyi varmı ədatla? Bəli. Yuxarıdakı elə mən ki sözündəki ki və 3-cü cümlədəki ki ilə amonimdir. Buna görə də 3-ü də götürürük. Nəyə görə 3-ü götürdük? Çünki 3-dəki ki bağlayıcıdır və ədatla amonimdir. 4. Bizdə şeir də var, sənət də vardı. Burada 2 dənə də var. Dəni də yadımıza salırıq. Həm ədat olur, həm bağlayıcı. Burada iştirak məzmunu yaratdığı üçün bağlayıcıdır. Şeir də var, sənət də var, mahnı da var, musiqi, incəsənət, hər şey var. Bu iştirak məzmunu yaradır. Bir də var dadə. Ədat olsun. Daha çox feillərin cümlənin sonunda işlənir, feillərin yanında işlənir.
Məsələn, gəl də, oxu da, yaz da dedikdə isə ədat olur. Burada da yenə bağlayıcıdır, ədatla amonimdir. 4-ü də götürürük. Mən nəyi götürdük? 1, 3, 4. Davam edək. 5. Əgər hazırlaşmasan, yaxşı qiymət ala bilməyəcəksən. Burada əgər sözü şərt bağlayıcısıdır, amma əgər adında ədat olmadığı üçün 5-i də buradan silirik. 6. Deyilənləri başa düşmək. Yəni bu qədər çətindir. Burada yəni sözü var. Yəni sözü düzdür, bağlayıcı da ola bilir. Amma bu cümlədə yəni sual ədatıdır. Sual cümləsində işlənib, sual yaradıb. Ona görə də sual ədat olduğu üçün burada bağlayıcı yoxdur. Altını da silirik. Hansı cavabımız qaldı? 1, 3, 4. Cavabımız 1, 3, 4-dür. Keçək digər sonuncu sual, 15-ci sual. Hansı cümlədə təsniflənməyən feillərin hər birinə aid nümunə var? Hansısa videoların birisində biz təsniflənməyən feillərdən danışmışdıq. Qeyd etmişdik ki, yəni bu növləri təbii ki, asandır. Məsdər, feil, sifət, feili bağlamadır. Amma uşaqlar bir yerdə səhv edirlər ki, daha çox çətinlik çəkirlər ki, onlar şəkilçilər əzbərləmirlər. Və qeyd etmişdim ki, əvvəlki videolarda məslərin şəkilçisi düzdür, rahatdır, maqmək. Amma feili sifət və feili bağlamanın şəkilçilər mütləq əzbərlənməlidir və əzbərləmək üçün də həmin videoda qeyd etmişdim ki, sırayla yazın, tez-tez təkrarlayın. Yəni sırayla yazıb əzbərləyəndə o uzun müddət yadda qalır. Və bundan əlavə şəkilçilər əzbərlədikdən sonra təbii ki, onları ayırmaq da lazımdır. Çünki bu şəkilçilərin çoxu amonim şəkilçilərdir. Feili sifət. Yalnız onu yadımızda saxlayaq ki, feili sifət sifətin suallarına cavab verir. Feili bağlama isə daha çox zərfin suallarına cavab verir. İndi bir-bir baxaq. Bizə lazımdır ki, təsniflənməyən feillər hər biri nə deməkdir? 3 növü də olsun. Məsdər olsun, feili sifət olsun, bir də feili bağlama olsun. Üçü də olsun. A bəndi. Keçmişini unudanlar. Baxın, an, ən. Bu feili sifət. Gələcəyini görmək üçün əbəs yeri səy edirlər. Görmək nədir? Məsdər. Deməli, bu cümlədə həm feili sifət var, həm məsdər var. Nə çatışmır? Feili bağlama. Deməli, A bəndini götürmürük. B bəndi. Gülzar yoxladığı, dığı deyi, duğu düyü. Bu feili sifətin şəkilçisidir. Feil sifət var. Dəftərləri şkafa yerləşdirib, bu nədir? Feili bağlama. Yerləşdirib, onu gözləyən, an, ən, bu da oldu feili sifət. Rəfiqəsinə tərəf döndü. Bu cümlədə uşaqlar nə işlənmədi? Məsdər işlənmədi. Ona görə B bəndini çıxırıq. C bəndi. Əmisi gələndən bəri bir an sakit dayanmayan Sevda süfrəni hazırlamaq üçün o bir otağa keçdi. Burada bu birinci söz saxlayaq. Dayanmayan. An, ən. Baxın, burada an, ən. Yenə feili sifətdir. Feili sifət. Hazırlamaq, maqmək. Bu oldu məsdər. Burada çaşdırmaq üçün gələndən sözünü veriblər. Gələndən sözünü anda, əndə şəkilçisi deyil burada. Burada sözün kökü gəl. Gələn. Əslində bu feili sifətdir. Dən isə nədir? Çıxışlı hal şəkilçisidir. Yəni, bunu yadımızda saxlayaq ki, gələndən sözü heç vaxt gələndə feili bağlaması ola bilməz. Çünki feili bağlama şəkilçi qəbul etmir. Gəl sözün kökü ən feil sifət şəkilçisi, dən isə çıxışlı hal şəkilçisidir. Yəni, bu söz feili sifətdir. Yadımızda saxlayaq. Bu cümlədə də uşaqlar nə işləmədi? Feili bağlama işlənmədi. C bəndində silirik. D bəndi. Qaydanda, anda, əndə. Baxın, burada artıq feil bağlamadır. Açılacaq yeni şirkət. Hansı şirkət? Baxın, feili sifət sifətin şəkilçisini cavab verir. Əgər burada açılacaq nə edəcək olardısa, onda gələcək zamanlası idi. Hansı şirkət? Açılacaq şirkət. Burada acaq feili sifətin şəkilçisidir. Yeni şirkətin elanını gördüm, lakin müraciət etmək artıq gec idi. Maqməkdə bilirik ki, məslənin şəkilçisidir. İndi burada nə işlərdir? Qaydanda feili bağlama, açılacaq feili sifət, etmək, müraciət etmək oldu məsdər. Hər üçü işləndi. D bəndi bizim doğru cavabımızdır. Y bəndinə də baxaq.
Corab toxuyan an ən feil sifət. Nənə yorulub ub feili bağlama. Bu cümlədə biraz çaşdırıcıdır. Yumağı kənara qoydu. Corab toxuyan nənə yorulub yumağı kənara qoydu. Nəyi? Yumağı. Burada yumaq sözü təbii ki, məstər yox, isimdir. Yumaq, isim. Ona görə də bu cümlədə hansı söz olmadı uşaqlar? Məstər olmadı. Ona görə də Y bəndinə çıxırıq. Cavabımız oldu D bəndi. Biz bu gün də 5 sualın izahını verdik. Biraz sonra digər 5 sualı Telegram kanalımızda paylaşacağıq. Əgər yararlı olursa, bəyənin, öz şərhlərinizi yazmağı unutmayın. Sağ olun.